Və o xarici məşqçi modeli də bir daha təsdiq olunub ki, Azərbaycan futbolunda özünü doğrultmayıbdır. Və 2017-ci ildə Qurban Qurbanov milli komandaya baş məşqçi gətirildi. Ona ilk əvvəl elan olundu ki, 6 il o milli komandada işləyəcək. Heç bir il keçmədi ki, onu cəmi bir məğlubiyyətə görə, bir daha deyirəm, bir məğlubiyyətə görə o məşqçini, Azərbaycan futbolunda iz qoymuş o məşqçini hörmətsizcəsinə yola saldılar. Və ondan sonra komandaya mütəxəssislər gətirilir. Lapsani Debiyazi olsun. Ondan əvvəl Prasinecki. Yenə Prasineskinin dövründə nisbətən biraz bir işıqlı nələrsə görünə bilərdi. Amma digər məqsələrdə heç bir şey olmadı. Və Gianni Debiyazinin gələndən sonra bir daha bu təsdiqləndi ki, ümumiyyətlə federasiya tərəfdən yerli mütəxəssislərə münasibətdə ayrı seçkilik var. Hardasa ədalətli mövqe yoxdur. Və biz bunu ən azı Qurban Qurbanovun Millətlər Liqasında ikinci yer tutması ilə elə Gianni Debiyazinin də ikinci yer tutması arasında biz gördük. Qurban Qurbanov ikinci yeri Millətlər Liqasında tutduğu halda istefaya göndərilmişdi və bunu AFFA-da və onun tabi olan, onun belə deyək, onlara yaxın mütəxəssislər tərəfindən də bu Azərbaycan futbolunun böyük bir faciəsi kimi qələmə verilirdi.